Bugün Laçın rayonunun Beylik kəndinə növbəti köç kərvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşan ailələrdən ibarət köç kərvanı Bakının Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə kəndə 163 nəfər olmaqla 41 ailə köçürülüb. Bütün millətimiz belə azad yaşasın həmişə. Bunu demək, dillə demək olmur. 35 ildir həsrətini çəkmişik. Bugün Allahın bu gününə çox şükür ki, öz vətənimizə qayıdırıq. İllərin vətən həsrəti sona çatır. Gözlərində sevinc, ürəklərində isə doğma yurda dönüşün həyəcanı var. Uzun illərdən sonra vətənə qovuşurlar. Bəziləri üçün bu yeni həyatın başlanğıcı, bəziləri üçünsə keçmişə atılan addımdır. Mən bu gün çox sevinirəm. Ailə uşaqlarımla, nəvələrimlə gedirəm. 19 yaşımda çıxmışdım, 55 yaşımda gedirəm. Planlarım gedib işləyəcəm belə, nə bilim, gəzəcəm, evimdə oturacam belə. 33 ildən sonra qayıdırıq. Sevincimizin həddi hüdudu yoxdur. Laçında yaşamaq. Neçə illərdə oranın həsrəti ilə yaşayırıq. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 43 mindən çox insan yaşayır. Yer gəlmişkən artıq köç kərvanı Laçının Beylik kəndinə çatıb. Bu mərhələdə köçürülən 163 nəfərdən ibarət 41 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. 33 illik həsrətdən sonra öz doğma yuvamıza, yurdumuza qayıtmışıq. Bunu, yəni heç bir hisslə bunu əvəz eləmək olmur. Hər birimizə 3 otaqlı ev verilibdir. İçində hər cür şəraiti olan evlərdir. Yəni özünüz baxırsınız, görürsünüz, inşallah çox gözəldir. Yəni hər şeydən razıyıq. İnanırsınız bu yolu gələndə istərsəməz gözümdən yaş gəldi. Çox qürurluyam, belə sevinçliyəm.